Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, qida zəhərlənmələrinin ən böyük səbəblərindən biri ən təhlükəli gizli sərf nədir? Bu qidanın içində səssiz bakteriya zənciridir. Soyuducunu sizi qoruyur, yoxsa gizlicə zəhərləyir? Bəli, düz eşitdiniz. Çünki insanların çoxu sağlam qida alıram deyə düşünür, amma onu soyuducuda elə saxlayır ki, qida artıq sağlam olmur. Ən təhlükəli gizli sərf nədir, bilirsinizmi? Çiy ət yuxarı rəfdə yerləşir və o görünməyən damcılar aşağı düşərək pendiri, salatı, hazır yeməyi çirkləndirir. Bu qidanın içində səssiz bakteriya zənciridir. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, qida zəhərlənmələrinin ən böyük səbəblərindən biri məhz yanlış saxlama və çarpaz kontaminasiyadır. İndi isə sizə 10 saniyədə praktik həll verirəm. Soyuducunun qızıl qaydası odur ki, üst rəfdə hazır yeməklər saxlanılsın. Orta rəf süd məhsulları üçün, alt rəf çiy ət və balıq məhsulları üçün və mütləq qapalı qabda, qapılı isə yalnız soslar üçün nəzərdə tutulmalıdır. İdeal temperatur -4 dərəcə olmalıdır. Unutmayın, sağlam qida almaq kifayət deyil. Onu düzgün yerləşdirmək isə müalicənin əsas yarısıdır. Və bu videonu yaddaşda saxlayın, ətrafınız, dostlarınız və yaxınlarınızla paylaşmağı unutmayın. Hər kəs aldığı qidanın düzgün saxlama qaydasını öyrənsin, özünə və ailəsinə zərər vurmasın. Özünüzə yaxşı baxın.